Bugün icmalını eləyəcəyimiz bu avtomobilin maraqlı tərəfi onun nə mühərrikidir, nə texnologiyasıdır. Maraqlı fakt tamamilə başqadır. İkinci əl bazarında tapılmamasıdır. Bu da o deməkdir ki, bu avtomobili alanlar onu satmaq istəmir. Səbəbi nədir? Gəlin birlikdə öyrənək. Qarşınızda Lincoln Co. 09 modeli. Lincoln Co. Bu marka Geely'nin tərkibində 2016-cı ildə yaradıldı və yaradıldığı müddətdə bu bir avtomobil istehsalçısı kimi yox, mobillik brendi kimi yaradıldı və Lincoln Co. adı da elə oradan irəli gəlir ki, insanların bir-birinə bağlılığı, kommunikasiyası, əlaqəsi bu formada da bir ad fikirləşildi. Və maraqlı bir nüans da odur ki, avtomobil əslində bir Çin brendi olsa da mərkəzi Çində yox, İsveçdə yerləşir. Təbii ki, burada xüsusi bir nüans da var. Bu nüansı da deyəcəm mən sizə. Avtomobil Volvo'nun XC90 modelinin DNT-sində yığılıb. Yəni biz dizayndan onu o qədər də hiss eləməsək də, arxitekturası, təhlükəsizlik sistemi və bütün mühərriki, hər bir şeyində bunu hiss eləyirik. Növbəti dəqiqələrdə mən onların hər birini detallı şəkildə sizə izah eləyəcəm. Amma gəlin ilk öncə kiçik bir dizaynla bağlı məlumatlar verim sizə. Burada da maraqlı nüanslar çoxdur. Gəlin elə ön hissədən başlayaq və ön hissədə bizim diqqətimizi çəkən ilk məqam gündüz işıqlarıdır. Bir pələng caynaqlarına bənzətsə də xüsusi bir adı var bunun. Aurora Borealis. Bu nə deməkdir? Şimal işıqları deməkdir. Norveçdə, İslandiyada, Kanadada və bir sıra bu kimi ölkələrdə bu işıqlar xüsusi səmanın mavi, yaşıl olmasından ilhamlanılır. Və İsveç mühəndisləri də bundan ilhamlanaraq bu işığın adını da bu formada təyin eləyiblər. Həmçinin bizim əsas fənərlərimiz isə aşağıda yerləşir və sizə deyim ki, matrisalı faralarda uzaqdan avtomobil gələndə uzaq vuran işıqları yanıqdırsa artıq yəni tam olaraq söndürmür, yaxın işıqlara keçid eləmir. Avtomobillər hardadsa həmin hissələrdəki avtomobilləri xüsusi olaraq qaraldır və siz digər yerləri rahat şəkildə görə bilirsiniz. Və bizim avtomobilimiz EMP texnologiyasıdır, yəni plug-in hibriddir. Daha doğrusu plug-in hibriddən daha artığıdır. Ona görə qabaqda biz böyük bir radiator barmaqlığı görə bilirik. 360 dərəcə kameramız da var burada və təhlükəsizliyimiz üçün bizim sensorumuz da var. Ön hissəsi bu formadadır. Çox maraqlı bir, vahiməli bir görüntüsü var. Gəlin indi yan hissədən danışım, ölçüləri göstərim sizə. Çünki kifayət qədər böyük bir avtomobildir. Ondan sonra ümumi arxa dizaynında danışacağıq. Gəlin avtomobilin yan görüntüsünə baxaq. Yandan da demək olar ki, avtomobil elə də girintili, çıxıntılı bir dizayna malik deyil. Sadə bir dizayna malikdir. Qapılarımızda içdən çıxmalı qapı tutacaqları yer alır. Güzgülərin altında da artıq yəni ənənə halını alıb 360 dərəcəlik kameramız varsa, bu kameralar da burada artıq yerləşəcək. Avtomobilin ümumi uzunluğundan danışmaq istəyirəm sizə. 5 metrdən böyüdür. 5042 mm. İstehsalçı belə deyir. Eni isə 1977 mm, yəni 2 metrəyə yaxın bir eni var. Hündürlüyü isə 1780 mm-dir və maraqlı bir nüans, clearance. Avtomobilin clearance nə az nə çox 221 mm-dir, yəni 22 cm-dir. Kifayət qədər də siz rahat şəkildə yolsuzluq şəraitində də bu avtomobili sürə bilərsiniz. Keçək arxasına. Və avtomobilin arxa hissəsinə keçək. Çünki çox maraqlı bir dizayn arxada da davam eləyir. Eyni gündüz işıqları tərzində arxa stopları biz görə bilirik. Dönmə işığıdır, geriyə hərəkət işıqlarıdır və s. hamısı burada görə bilirik. Və Lincoln Co. logosu burada bir işıqlı logodur. Maraqlı bir formada işıqlı yanır. Amma hərəkət eləyəndə təbii ki görünür. İndi görürsünüz sönüb tamamilə və 09 EMP texnologiyası olduğunda burada rahat şəkildə görmək olur. Aşağıda da bizim dönmə işıqlarımız yer alır. Bagaj həcminə baxaq. Sizə onu deyim ki, əsl ailə segmenti bir avtomobildir. Çox nəhəng bir bagajı var. 860 litrlik bir bagaj həcmi var. Hazırda biz icmalını elədiyimiz bu avtomobildə siz oturacaqları 6 yerlik olaraq görə bilərsiniz. Amma növbəti artıq Lincoln 09'larda hamısı 5 yerli idi. Yəni artıq 6 yerli. Bu da tələbata uyğun olaraq bu formada istehsal olunur. Növbəti Lincoln Co. 09 modelləri 5 yerli olaraq gələcək. Ona görə biz hazırda avtomobili sizlər üçün 5 yerli olaraq nəzərə almışıq. Aşağıda bizim belə bir cibliyimiz də var. Kiçik əşyalarımızı yerləşdirə bilərik. Həmçinin sağ-sol tərəflərdə də və real olaraq sizlər üçün çamadanlar gətirmişəm ki, göstərim nə qədəri yerimiz varsa. Bir çamadan və ikinci çamadanımızı da belə qoyuruq. Görürsünüz nə qədər yer qaldı əlavə. Yəni burada əlavə nə qədər istəyirsiniz əşya yığa bilərsiniz. Yuxarı hissəyə də, bu hissəyə də. Və ikinci sıra oturacaqlar da həmçinin örtülür və 2000 litrə yaxın bir bagaj həcmi olur. Gəlin indi mərikxanadan sizə məlumat verim və avtomobilin platformasından danışım.
Gəlin sizə mühərrikxananı göstərim. Nə qədər görə biliriksə artıq. Təbii ki, Lynk & Co buranı bir bağlayıb ki, hər kəs bura əl vura bilməsin. Yalnız servisdə qulluq oluna bilsin. Amma mühərrikxana haqqında danışmaq istəyirəm, çünki bu avtomobil EMP texnologiyasına sahibdir. EMP texnologiyası nədirsə, mühərrikxana hissəsindən sizə elə izah edeyim. Avtomobilin mühərriki Volvo'nun ənənəvi XC90'larda istifadə etdiyi T8 mühərrikdir. 2 litrlik turbo bir mühərrikdir, amma əlavə olaraq da 2 ədəd elektrik mühərriklərimiz də var, ön və arxa tərəfdə. Və avtomobil 0-dan 100-ə sürətlənməni cəmi 4.9 saniyə eləyir. Çünki bu avtomobil 554 at gücüdür. Təbii ki, elektrik mühərriklər sayəsində və 40 kW'lıq bir bateriyaya da sahibdir ki, siz həm AC, həm də DC formada avtomobilə enerji dolumu eləyə bilərsiniz. Çox rahat şəkildə. Burada əlavə olaraq aşağı hissədə inverterdə yerləşir və transmissiyası, yəni sizə transmissiyadan danışım, bu avtomobildə 3 pilləli Planetar DHT Pro transmissiyası yer alır. Bu bizə nə verir? Çox böyük üstünlüyü var. Avtomobili biz həm ardıcıl, həm də paralel hibrid olaraq istifadə edə bilirik. Adətən görmüşük axı, Extended Range avtomobillərdə ya ardıcıl olur, ya da paralel hibrid olur. Yəni ikisindən biri olur. Amma bu avtomobildə biz artıq içəridən monitordan özümüz istədiyimiz kimi rahat tənzimləyə bilirik. Yəni transmissiya artıq hansı rolu oynayır? Mühərrik həm generator rolu oynayıb batareyalara enerji ötürür, batareyalarda artıq təkərləri hərəkətə gətirə bilir və yaxud da mühərrik özü işləyir və birbaşa olaraq transmissiyaya artıq gücü ötürür, transmissiyada təkərləri hərəkətə gətirir. Paralelində isə batareyalar təkərləri hərəkətə gətirir. Baxın, bu artıq daha böyük at gücü verir bizə. Yəni bunu da istədiyimiz kimi biz tənzimləyə bilirik. Gəldiyi sərnişinlərin sevimli məkanına, yəni arxa oturacaqlara, sərnişinlərin əsas rahat etdiyi yer buradır. Düzdür, hazırda icmalını elədiyimiz bu Lynk & Co 09 avtomobilində arxa oturacaqlar kapitan tipli oturacaqlardır. Amma növbəti Lynk & Co 09 modelləri artıq 5 yerlik olacağı üçün arxa 3 nəfərlik olacaq. Yəni kapitan tipli oturacaqlar olmayacaq. Amma bir sıra funksionallıqlar eyni qalacaq. Yəni sizə bu funksionallıqları göstərim. Birinci növbədə mənim ən çox sevdiyim, demək olar ki, bütün avtomobillərdə bunu sevirəm. Düzdür, biz artıq bu qara şüşələr çıxandan sonra bunu unutmuşuq, amma pərdənin öz xüsusi elegantlığı var. Bir pərdəmiz var, manual olaraq açıb bağlanan, əlavə olaraq burada şüşələri açıb bağlayan düymələrimiz var. Çünki düymələrimiz nəyə görə deyirəm? Sol tərəfdəki pəncərəni də biz rahat şəkildə açıb bağlaya bilirik. Yəni, onu da buradan idarə etmək olur. Həmçinin ön oturacağı idarə etmək üçün də ayrıca olaraq da düymələrimiz mövcuddur ki, bizə rahat forma olsun deyə bu formada onu idarə eləyə bilirik. Və ön oturacağın arxa hissəsində bizim belə bir masamız var. Bu masamızda da istəyəriksə telefonumuzu qoyarıq, istəyərik yemək yeyərik və yaxud da işlərimizi görmək üçün notebookumuzu saxlayarıq. Çünki ölçüləri də kifayət qədər yaxşıdır. Ona görə bizim rahatçılığımız üçün bu da düşünülüb. Əlavə olaraq da mərkəzi konsola baxdığımızda burada artıq kondisionerin idarə etmə düymələrini, həmçinin oturacaqların qızdırılıb soyudulmasını da görə bilirik. Qızdırılıb soyutma demişkən, bu oturacaqlarda əlavə olaraq da masaj funksiyası var. Bir neçə baxın, işə salıram. İndi siz onu təbii ki, kadrlardan görmürsünüz, amma mən o masajı artıq hiss eləyirəm. Bir neçə növdə masaj funksionallıqları var. Əlavə olaraq da oturacaqları da hərəkət elətdirmək mümkündür. Mərkəzi konsoldan bayaq danışdım və mərkəzi konsoldan davam eləmək istəyirəm. Burada bizim 220 volt çıxışımız var. Yəni, hansısa biz cihazımızı enerji ilə təmin eləmək istəyiriksə, 220 volt enerji çıxışından istifadə edə bilirik. Amma tək bununla da qalmır. Təbii ki, burada bizim bir ədəd Type-C və bir ədəd də USB çıxışlarımız var. Və panoramik dam da öz yerində. Ön hissəyə keçirik. Ön hissədə artıq həm panoramik damı, həm də sürüşü sizə izah edəcəm. İndi isə avtomobilin ön hissəsindən danışmaq istəyirəm. Təbii ki, sürücünün yaşam hissəsi demək olar bu hissəyə. Çünki bizim rahatçılığımız, sürücünün rahatçılığı təbii ki, çox önəmlidir. Ona görə burada maraqlı nüanslar var. Onların hər birini sizə sadalayacağam. İlk öncə ondan başlamaq istəyirəm ki, avtomobilin ümumi quruluşunda, misal üçün plastiklərdir. Burada yumşaq plastiklərdən istifadə olunub. Həmçinin ön hissədə, paneldə də yumşaq plastiklərdir və oturacaqlar nappa dəridir. Qızdırılan və soyuda bilən oturacaqda. Əlavə olaraq da bu avtomobildə masaj funksiyası da var ön oturacaqlarda.
Bunu da istədim deyim, çünki bəzi avtomobillərdə olur, bəzilərində isə olmur. Düymə sevənlər üçün avtomobildə bolluca düymələr var, bir çox funksionallıqlar var. Misal üçün səsi azaldıb artıran düyməsi var burada. Bu da Volvolardan gördüyümüz bir düymə formasındadır və maraqlı bir səsi var. Yəni bu kimi hissiyatları yaradıblar insanlar üçün. Həmçinin sükana baxdığımızda multifunksiyonal bir sükanımız var. Həm biz multimediyanı idarə edə bilirik, həm də avtopilot funksiyalarını idarə edə bilirik. Avtopilot funksiyalarını isə mən sizə sürüş vaxtı detallı şəkildə göstərəcəm və avtomobilin yol cizgilərini necə tutduğunu, döngələrin necə girdiyini və maneələrdə necə hərəkət elədiyini hər birini siz görəcəksiniz. Əlavə olaraq da burada bizim bir cibliyimiz də var. Həmçinin simsiz şarj cihazı, ciblərimiz bollucadır. Yəni bunların hər birindən danışmaq olar və bizim açılan tam panoramik damımız var. Panoramik damı isə örtmək üçün bir pərdəmiz də var ki, elektron formada biz bunu örtə də bilirik, aça da bilirik və əlavə olaraq da bu şüşəni də rahat şəkildə aça bilirik və tam olaraq açılan panoramik damımızda. Yəni bəzi maşınlarda olur, var şüşə, amma açılmır. Bunda hər bir funksionallıq var. Ümumi olaraq bu avtomobil SPA platformasında yığılıb. SPA platformasında yığılmağı o deməkdir ki, bu avtomobil tamamilə Volvo XC90-dan eyni arxitekturaya, eyni təhlükəsizlik sistemə, eyni karkasa və bir çox sistemlərə malikdir. Sadəcə olaraq yalnız dizaynı fərqli olacaq sizin üçün. Ona görə rahat şəkildə yəni siz özünüzü bir Volvo XC90-da hiss eləyəcəksiniz bu avtomobildə. İndi isə sürmək istəyirəm və sürüşdən də sizlərə müəyyən maraqlı detalları da göstərəcəm həmçinin. Kəmərimizi taxdığımızda sıxır kəməri ki, rahat şəkildə biz öz yerimizi alaq. Və hərəkətə başlayırıq artıq. Hərəkətə başladığımızda çox çevik bir tərpəniş olur, çünki avtomobilin həm daxili yanma mühərriki, həm də 2 ədəd elektrik mühərrik bizə güc verir ki, hərəkətimizə başlayaq. Çünki hazırda sport rejimdədir, 6 müxtəlif sürüş rejimimiz var. Burada tam elektrik rejimi var, əlavə olaraq biz görə bilirik ki, tam elektrik və biraz hibrid gücü var ki, yəni daha çox elektrikə güc verir, amma müəyyən hissələrdə artıq hibrid rejimindən istifadə eləyir. Həmçinin intelligent elektrik rejimi var ki, bu da eyni ilə sizə müəyyən qədəri artıq elektriklə işləməyə güc verir ki, amma hansısa bir məqamlar olur ki, sizə artıq daxili yanma mühərrik lazım olur və hibrid rejimə keçid eləyir. Daha sonra sport rejimimiz var və avtomobil tam gücü ilə hərəkət eləyir. Yəni 550 at gücünü siz artıq burada hiss eləyirsiniz. Və qar rejimimiz var. Əlavə olaraq da off-road rejimi var ki, palçıqlı, daşlı yerlərdə rahat şəkildə sürə bilərsiniz. Avtomobildə 2 turbo benzin mühərrikdən əlavə təbii ki 40 kW-lıq bir batareya da mövcuddur. Katl tərəfindən istehsal olunmuş bir batareyadır və biz tam elektriklə bu avtomobildə 190 km məsafə qət eləyə bilirik. Təxmin olaraq 25 dəqiqə ərzində də siz sürətli stansiyalardan öz avtomobilinizə enerji dolma eləyə bilərsiniz. Təbii ki, ev şəraitində də enerji dolma eləməyiniz mümkündür. Əlavə olaraq da bizim mühərrikimiz. Bizim mühərrikimiz də artıq bizim avtomobilimizi enerji dolumu eləyə bilir. Ona görə sizdə bu avtomobildə artıq seçimlər çoxdur ki, siz batareyanızı necə dolum eləyəcəksiniz. Yəni bunu fikirləşməyəcəksiniz siz. İstəsəz avtomobil özü eləyəcək dolumu, istəsəz də siz eləyəcəksiniz. Baxın bu formada. Və avtomobilimizdə 2 ədəd displey var, bir ədəd isə head-up displeyimiz var. 12.3 düymlük sürücü alətlər paneli və 12.8 düymlük bir head-up displeyimiz, əlavə olaraq da 15.6 düymlük də bir mərkəzi ekran var. Və maraqlı tərəfi bilirsiniz nədir? Mərkəzi ekranın sürücüyə tərəf dönük olması sürücü üçün rahatçılıqdır ki, biz məlumatları daha rahat şəkildə buradan əldə eləyə bilirik. Bu avtomobil az öncə də dediyim kimi həm paralel hibrid, həm də ardıcıl hibriddir. Yəni istədiyiniz zaman burada biz batareyaya daxil olduğumuzda özümüz seçim eləyirik ki, avtomobil ardıcıl hibrid olsun, yoxsa paralel hibrid olsun. Və bunun da fərqlərini artıq bir çoxlarımız bilirik ki, avtomobilin generator mühərriki batareyaya güc ötürür, batareya isə təkərlərə güc ötürür. Əlavə olaraq da həmçinin avtomobilin mühərriki transmissiyaya, transmissiya isə birbaşa olaraq təkərlərə güc ötürür. Bunlar hər ikisi birlikdə baş verdikdə bu artıq paralel hibrid olur və bizim avtomobilimiz maksimal 240 km/saat sürətlə hərəkət eləyə bilir. Bu hərəkətdə isə bizə təbii ki, nə köməkliyi olur? Avtopilotumuz. Baxın, hazırda 90 sürətlə hərəkət eləyirik və mən sizinlə çox rahat şəkildə danışıram, izah eləyirəm və sükan artıq özü öz zolaqları ilə hərəkət eləyə bilir. Yəni mənim artıq sadəcə çox nadir hallarda sükana toxunmağıma ehtiyac qalır. Və burada maraqlı bir nüans da baxın budur. Dönmə işığımızı yandırırıq. Avtomobil solda arxadan gələn
yolun boş olduğunu nəzərə alaraq özü sol zolağa keçir. Biz ötmə əməliyyatımızı etdikdən sonra sağa dönmə işığımızı yandırdığımızda biz sağa tərəf keçməliyik. Amma qarşı tərəfdə bir avtomobil olduğuna görə bizim avtomobilimiz geç keçir. Yəni bütün bu təhlükəsizliklərə hər birinə nəzarət eləyərək avtomobil özü hərəkət eləyir. Yəni bu da uzaq yollarda həqiqətən yəni sürücünün tam olaraq əlindən tutur. Deməli dostlar, Lynk & Co 09 avtomobilinin detallı icmalını bu videoda sizlərə təqdim etdim və siz rahat şəkildə bu avtomobilin həm texnologiyası, həm performansı, həm də dizaynı haqqında ümumi məlumat almış oldunuz. Bu avtomobili əldə etmək üçün çox uzağa getməyə ehtiyac yoxdur. Siz rahat şəkildə Lynk & Co-nun Azərbaycandakı rəsmi distributorundan əldə edə bilərsiniz. Üstəlik, bu avtomobili əldə etdiyinizdə 5 il və ya 150 min kilometr rəsmi zəmanət də almış olacaqsınız.